Canlarım mənim. Deyirlər ki, təkrar biliyin anasıdır. Ona görə də mən sizə bəzi şeyləri təkrar etmək istəyirdim. Məsələn, Bolt Food sizin həyatınızı asanlaşdırır. Vaxtınızın səmərəli istifadə etməsi üçün sizə kömək eləyir. Və unutmayın ki, bunu da təkrar edeyim ki, Bolt Foodda artıq bravo var. Təşəkkür etməyə bilərsiniz ya da edin. Təşəkkür edin. Salam canlarım mənim. Bugünkü verilişə belə başlamaq istədim. Çünki bu veriliş Halloween-a aiddir. Daha doğrusu Halloween-a aid deyil, prosto Halloween-un ərəfəsinə düşür, Halloween-a aid olsun. Nəzrin, necə hisslər keçirirsən? Çox çətin. Halloween-i sevirsən Nəzrin? Sevirəm. Necə görsənirik? Bir dənə bizim şəklimizi kimsə çəksin də. Baxmaq istəyirəm necə düşəcəyik. Deylə hardasan? Niyə heç kim danışmır? Narahat oldum. Səhərdən dayanmırdınız, elə susmusunuz ki. Mən ciddi almırlar üzümü görməyəndə. Çəkdiniz? Hər kəsə salam. Mənim adım Aytəndir və siz Aykin Stocks'a baxırsınız. Canlarım mənim, kanala abunə olmağı unutmayın, çünki bura getdikcə daha da maraqlı olur. Bugünkü qonağımız inanılmaz enerjiyə və gözəlliyə sahib olan bir xanımdır. Bu onun ilk müsahibəsidir, ona görə çox maraqlı olacaq. Qarşılayın. Nəzrin Hüseynli. Çox gəlmişsən. Nəzrin gələn kimi özü də əli boş gəlmədi. Gətirdi özü ilə. Lazanya hazırlayacaq bugün. Səni qabaqlayım. Hər şeyi hazırladı. Gətirdi. Sevirəm belə qonaqları, nə yalan deyim. Və təbii ki, səni əli boş qarşılamırıq. Buyur canım mənim. Çox təşəkkür. Çox sağ olun. Buyur. Sənin kimi gözəl. Nə gözəlliklər. Nəzicik, yenə də təkrarlayım. Xoş gəlmisən həyatım. Çox sağ olun dəvətiniz üçün. Səni çox gözləyirdim. Bilirsən də ilk buraxılışlardan sənin adını biz tez-tez səsləndirirdik və indi də sənə qulaq asacağıq. Biz nə hazırlayırıq? Bugün lazanya hazırlayırıq. Əslində burada hazırlamağı çox istəyərdim. Sadəcə biraz vaxt getdiyinə görə ət çəkilir, pişir, burada sos hazırlanır. Dedim ki, hazırlayım, amma burada düzərəm, burada qoyarıq bişər. Ona kimi də söhbət eləyərik. Bizə vallahi çox şaddır, nədir, bizə çox xoşdur. Yemək bişirirsən evdə heç Nəzrin? Bişirirəm. Kömək eləyən o xanım olmayanda. Məcbur qalanda. Bacarırsan. Hə, mən sevirəm. Məsəl üçün elə adam var ki, deyir ki, yemək bişirməyim, amma ancaq ev yığışdırım. Mən deyirəm ki, yemək bişirim, amma ev yığışdırmıyorum. Ən çox sevdiyin sənin yemək hansıdır? Yəqin ki, ev yeməkləri. Yox, yəni sırf hansı yemək? Məsəl üçün dolma, aş. Hə, bir dənə dolma var, kələm dolması. Ancaq qaynanam bişirdi. Başqa heç kim bişirdiyini yemirəm. Bir dənə onu, bir də aş xoşlayıram, səbzili. Bəs yoldaşın sənin bişirdiklərinin arasında ən çox sevdiyi hansıdır? O ən çox mamasının yeməklərini sevir açığı. Çünki maması çox qəşəng yeməklər bişirir. Mən də elə məsəl üçün deyirəm ki, ancaq maması bişirsin biz yeyək. Az yaxşı gəlmisən sən belə həyatım. Hə. Niyə gülürsünüz belə kadr arxası? Bir danışırsınız nəsə. Ha? İlk sağlayırsan. Bilirlər ilk sağlığına görə. Həyatım. Çox uzatmadan keçmək istəyirəm blitz sorğuya. Bu verilişə baxmısan bu arada? Yaxşı sual verdim. Bəzi Sənin adın çəkilən verilişlərə baxmısan. Hamısı baxmamısan? Bir çoxuna baxmışam. Məsəl üçün ən sonuncuya da baxdım. Necibəyəm. Aha. Bəyəndim. Bəyənmədiyin veriliş olub? Məsələn, 2-ci veriliş falan, 6-cı veriliş. Kimlərdir? Necə? Yaxşı, keçə blitz sorğuya. Yox, hamısını bəyənmişəm. Yaxşı. Başladım. Belə heç demədim. Çəkirsən? Okey. Birinci sual. Həcərlə niyə danışmırsınız? Aha. Niyə danışmırıq? Elə bir dalaşmamışıq, bir problemimiz olmuyor. Onda niyə danışmırsınız? Nömrəsi silinib. Sən göndərim canım. Yox. Həcər demişdi ki, sən onu ad günüyə çağırmamışdın, ona görə o səndən küsüb. Bəs səncə? Yox. O bəlkə elə bilir, amma ondan qabaqdan bir soyuq münasibətimiz var idi. Niyə də həyatım? Axı belə yaxın idi. Uzaqlı, hə. Nə bilim, biz elə qərar verdik ki, Kim daha bir-birimizə toksik görə idi? uyğun deyilik. Kim daha toksik? Sən bürcün
Qız bürcü. Qız bürcü ilə əqrəb bürcü. Və görsən, xatırlayırsan. Hə, təbii əqrəb ki. bürcü ilə qız bürcü. Kim daha toksik idi, kim daha başa düşən idi səncə? Və məsəl üçün Nəcibə ilə Sabidə mən aydınlaşdırdım ki, problem nədə idi? Çünki Sabi əkizlərdir, Nəcibə də qız bürcü idi və Nəcibə düşünür ki, o daha çox bu dostluqda verən tərəf idi. Sabi bəlkə də onun fikrincə təbii ki, Sabiyə mən qulaq asmamışam. Sabi həmişə tutaq ki, bunu anlamır. Sizdə isə? Mən bilmirəm, yəni necə deyim, pis çıxmasın, səhv başa düşülməsin. Biz hardasa bəlkə bir il belə yaxın münasibətimiz oldu. O da tək ikimiz deyildik, 3 nəfər idik. Ləman da var idi. Ləman da var idi, can kankam. Ləman, Həcər, mən birlikdə Daha birinci kim dostlaşmışdıq. kimlə yaxın olmuşdu? Ən birinci Ləmanla mən biz hamilə vaxtı tanış olmuşuq. Aha. 3 il, artıq 3 il yarım, 4 il Sonra olacaq. Həcər səninlə dost oldu yoxsa Ləmanla? Bəli, mən Səndən, sonra Ləman. Məndən. Aha, bunu başa düşdük. Sonra hə, sonra baxın bir dənə yaxşıdır. yaxşıdır, yaxşıdır canım. Sən danış, narahat olma. Biz onu belə kal yeyərik. Sən bizə məlumat ver. Şahid belə yeyərik burdan. Sən dinlə. Ondan sonra bəzi problemlər olurdu aramızda. Kruq dağılırdı. Birlikdə səyahət falan elirdik. Orada da problemlər olurdu. Xasiyyətləriniz uymurdu. Uymurdu. Və mən başa düşdüm ki, Ləmanla biz ikimiz daha yaxşıyıq birlikdə. Və doğrudan da 2 nəfərin münasibətinə 3-cü nəfəri daxil etmək düzgün deyil. Bax, Tamados 10 nəfər dostluq edir. 10 nəfər məncə Axırıncı dəfə 10 nəfər idilər. Yaxşıdır, Bəlkə də 10 15 nəfər. olublar. 10 nəfər 4 olar, 4 olar, 6 5 olar, 10 olar. Onda olmaz. Onda bir nəfər də götürərdiniz də. Niyə 3 nəfər azalır ki? Elə 3-4 yaxşıdırsa, bir nəfər də götürün, 4 nəfər olun. Bir nəfər. Məsəl üçün bizim başqa bir 4 nəfər qızlarla qrupumuz var. Aynişan, Nigar, mən. Biz yaxınıq, tez-tez görüşürük. Çox vaxt paylaşmasaq da bir-birimizin evinə qonaq gedirik və çox mədəni, tərbiyəli, çox gözəl bir münasibətimiz var. Amma nəsə bu dəfə alınmadı. Yaxşı. Demədik. Amma tam Belə cavab oldu. vermədin ha, Nəzrin. Elə xüsusi bir səbəbi yoxdur. Biz dalaşmamışıq, bir-birimizə Xasiyyətləriniz uymadı onda. Yəni gördük ki, çox belə münasibətimiz yaxşı getmir. Paxıllıq bəs var idi sizin dostluğunuzda səncə? Mənə niyə görə paxıllıq dedim? Heç bir şeydən xəbərim yoxdur. Sadəcə həmişə o paxıllıq olur. Yəni nə bilim, xasiyyətdə. Olur da, olanda olur. Demirəm oldu. Olur da, çox münasibətli olur. Mən qısqancam. Hamını qısqanıram. Ləmanı da qısqanırdın. Qaynamı da qısqanıram, yoldaşımı da Doğrudan, qısqanıram. doğrudan. Çox bildirməsəm də qısqanıram. Mən yaxşı ki, məsəl üçün eltim var, amma doğma elti deyil də. O məsəl üçün tam sırf qardaş deyillər, xalası onun yoldaşdır. Yəni deyirəm ki, yaxşı ki, eltim yoxdur. Ha, Belə. Yaxşı, başa düşdüm. Keçək ikinci suala. Aha. Xoşum gəldi. Axırda yaxşıdır. Əvvəlcə səhifə İstiləndim. Sənə kim olsa istilənər və həyatım hələ bu harası. Yo, bu ən çətin sual idi. Toma, qalan sual daha asandır. Gələn Mən özüm kimi. belə birinci o çətin sual verirəm ki, sonra o rahat insan suallara cavab versin. Hansı ölkəyə səyahət etməyi arzulayırsan? Bu kontrastı hiss elədiniz Həcərdən sonra hansı ölkəyə səyahət etməyi arzulayırsan? Arzuluyuram. Laplandiyaya istəyərəm. Hələ ki arzuladığım yerlərdə olmamışam. Məsəl üçün Çinə getmişəm martda, amma oranı arzulamırdım. Sadəcə dostlarımız getdi, getdik, bəyəndik, gəzdik, gəldik belə. O zaman bilirsən də bura bir manifesto ocağıdır. Sən Laplandiyadan gözləyirəm. İnşallah. 100% gedəcəksən. İnşallah. Sabah oyansaydın və artıq bloger olmasaydın kim olardın? Düşünürəm ki, bloger olmasaydım, mən əslində, çox sağ olun. Mən əslində, məsəl üçün, olur, iş rejimləri olur, səhər oyanırsan, 8-9, 5-6-ya kimi işləyirsən, çox çətindir, bilirəm. Mənim mamam özü də elə işləyir. Məsəl üçün, mən elə bir adam deyiləm, mən xoşlayıram, sərbəst. Özüm üçün düşünürəm ki, bu işi işləməsəydim və indi Eminlə yenə də evli olsaydım, işləməzdim deyə düşünürəm. Əl çörəyi. Ən gözəl Gəzərdim, uşaqları gəzdirərdim, uşaqlarla məşğul olardım. Onsuz yenə məşğul oluram, amma istər-istəməz indi bu işlər olanda, məsəl üçün, Qrafiksiz iş, bəlkə bir biznes açmaq istəyərdin. Biznes açsaydın nə olardı? Biznes açsaydım, bağça açardım.
Ay, çox maraqlı. Hə. Niyə bağça? O da manifestliyə çox istəyirəm. Mən çox sevirəm uşaqlarla məşğul olmağı. Yəni öz uşaqları, başqasının uşaqları, məsəl üçün adicə harasa gedirik, bütün günü gözüm uşaqların üstündədir ki, baxım nə edir, yıxılar, eləyər belə. Yəni nə bilim, sevirəm. Uşaq sevənsən onda. Uşaq sevirəm. 2 uşağım var. Uşağım var. Yeni uşaq istəyərdin? Mən istəyirəm, amma yoldaşım istəmir. Düşünürəm ki, gələcək vaxtlarda bəlkə onu ikna edərəm. Ayda indiki zamanədə hamı bir dənə maksimum 2 dənə uşaq istəyir. Davam edərik. Hələ ki nə edirik? Pendiri çörəkdən çıxartdıq. Hə, onu arasına qatacağam. Hə, məsələn Üstünə də ayrı. Məsələn, versən özün bilirsən də. Qaşıq verə bilərsiniz 2 dənə. İnsanlar sənin haqqında nə düşünməsini istəməzdin. Məsələn, səninlə bağlı hansısa bir ön yarğı var ki, sən dəfələrlə bunu eşidirsən, amma başa düşürsən ki, bu düz deyil və bu səndə qıcıq yaradır. Elə bir şey var? Belə bir şey. Məsəl üçün deyirlər ki, nə bilim, Nəzrin qaşqabaqlıdır, ya nə bilim. Yox, əksinə mən çox pozitivəm. Məsəl üçün məsəl üçün yadıma düşdü deyim. Biz təzə-təzə evlənəndə, təzə evləndiyimiz vaxtlarda, təzə müddətdə yoldaşımı həmişə şey eləyirdilər ki, çox qaşqabaqlıdır, siz necə yola gedirsiniz? Bəzən fikirləşirdilər ki, nəyəsə görə evlənibdi falan. Amma belə deyim də, yoldaşım ola bilər ki, tanımadığı adamların ya ekran qarşısında biraz belə ciddi olur. Belə deyim də, hamının bir qalxanı var da, bəlkə də onu belə qaldırır, insanlar onu görmür, tanımır. Amma məsəl üçün mən bilirəm ki, necə əyləncəlidir öz dostlarımız arasında. Necə məsəl üçün elə vaxt olur ki, doğrudan da şitlik belə eləyir də, yəni onu məsəl üçün istəməzdim ki, fikirləşsinlər ki, necə qaşqabaqlıdır, məsəl üçün yoldaşı onu istəmir. Bu da onu ya belə yazırlar. Onu belə yazırlar ki, necə belə bir oğlanla, belə pozitiv bir qız ailə həyatı qurubdu. Nə bilim. Əsas səninlə necədir də? Yəni insanlar əsas mənlə başqası üçün niyə əyləncə, sənin üçün olsun faydayadım. Sonra və bu sual da yerinə düşür. Yoldaşının hansı 3 keyfiyyətinə görə sevirsən yoldaşını? çox dürüstdür. Hamıya qarşı, tək mənə yox. Qırmızı adamdır, belə deyim də. Nəyisə bəyənməsək, o da qız bürcüdür. Çox çətindir. Çətin adamdır, amma yaxşıdır. Nə bilim. Okey, dürüst olmağı. Dürüstdür. Sonra? Aha. İkinci. Çox əli açıqdır. Okey. O da məndə. Başqa nə? Bir də ki, mən nə istəyirəm, onu eləyir. Yox deyir, sonra deyir, yaxşı. Eləyir, dur gedək, dur bunu eləyək. İstəmirdin, dur eləyək. Anlayışlıdır. Hə, anlayışlıdır. Xəyanəti bağışlayar. Mən düşünürəm ki, mənim yoldaşım mənə xəyanət eləməz. Ümumiyyətlə, onların ailəsində elə bir şey yoxdur. Mənim qaynanamla qaynanam birinci sinifdən parta yoldaşı olublar. Allah eləməsin, ayrılsaq belə buna görə ayrılmarıq deyə düşünürəm. Allah eləməsin. Yoldaşınla, indi burada seçim. Yoldaşınla romantik axşam, yoxsa dostlarınla qız gecəsi, yəni rəfiqələrinlə? Hansını seçərdin? Qız gecəsi, yoxsa qız gecəsini seçərdim. Çox adam deyər ki, yoldaşımla gedərdim, yemək yeyərdim. Biz yoldaşımla tək aktivitə, tək nəsə bir proqram qurmaq sevmirik. Sıxılırıq. O da məndə. Neçə il evlisiniz? Biz 4 ildir, hə, 4 ildir. Biz fikirləşirik ki, onsuz da birlikdə nəsə bölüşmək istəsək belə. Evdə bölüşürük, yemək yeyəndə otururuq, bölüşürük. Amma məsəl üçün o da dostlarınla, düşünürəm ki, o da seçim olsaydı ki, dostlarınla domino oynamaq, yoxsa yoldaşınla yemək yemək, o da seçərdi ki, domino oynamaq. Bu ilk günlərdən belədir, yoxsa məsəl üçün ilk günlərdən belədir. Biz balayında çox sıxılırdıq. Dedik, kaş kimsə olardı bizlə. Yəni o qədər sıxılırdıq da. Hər şeyi idarə etməyi seçərdin, yoxsa özünü axına buraxmaq? Yəni hər şeyi axına buraxmaq. Hansı tip insansan? Daha çox kontrolçusan, yoxsa əksinə? Bilirsən, nə olar? Məncə, yəni hər şey kontrol edir. Əslində mən biraz hamısı gəldiyimizdə məncə kontrolçusan canım. Hə, mövzudan mövzuya dəyişir. Mən əslində çox belə rahat adamam, çox relaks. Həmişə Ləman belə deyir ki, mən sənin hansı xüsusiyyətini götürəsi olsaydım, sənin rahatlığını götürərdim. Çox belə biraz vecsiz, çox rahat. İstədim ki, mən məsəl üçün olur da hamı ailədə dalaşır eləyir. Dalaşanda belə heç vaxt biz belə dalaşmamışıq, nəsə atmamışıq, qışqırmamışıq. Çox sakit. Mən 2 il qaynanamla birlikdə yaşamışam.
Qaynanam bilməyib ki, biz dalaşmışıq da evdə. Yəni o dərəcə biz belə sakit, oturmuşuq, danışmışıq. Bəs yoldaşın da Barışmasaq sən də belə, hə? sakitdir, yox? Yoxsa Yoldaşım da ikiniz də? sakitdir. Bəlkə o əksinə emosional Yox, olsa o da sən o olmazdı. sakitdir. Mən daha çox. Emosionalsan. Bəli. Onda biz belə qəşəng uyursuz da. Hə. Və 5 il əvvəlki sonuncu sual, özünlə qarşılaşsaydın özünə nə deyərdin? 5 il qabaq. Neçə yaşın var idi bu məsələn 5 il qabaq? İndi hal-hazırda 24 yaşım var. 24? 24. Ayda. 24. Aha, Yox, yəni 24 böyük yaşım görsənmirsən, amma 24 yaş, ay maşallah. Onda tez ailə qurmusan. Tez ailə yəni qurmuşam 19 yaşında. Ailə qurmusan. Ayda. Çox maraqlı. Keçən veriş bizdə Nəcibə idi. Hansı ki Nəcibə daha belə baxanda biz danışırdıq ki, əla. Biz danışırdıq Nəcibə ilə ki, tez ailə quranda insan bəzən hər istədiyini eləyə bilmir, ya anlamır nə istəyir və s. Sənin bəs fikrincə tez ailə quranda necə olur? Mən düşünürəm ki, insana görə dəyişir. Çünki mən daha öncə evlənmədən qabaq etmədiyim şeyləri yoldaşımla etməyə başlamışam. Çox mənə icazə verməzdilər tatuировка elətdirməyə. Mən bu dəqiqə demək olar ki, bir qolumu qurtarıram yavaş-yavaş. Tatuировка elətdirirəm. Qızlarla rahat istədiyimiz vaxtda Qısqanc deyil onda yoldaşın. qısqanır. Məsəl üçün getdim mən saçımı sarı elədim. Dedim özünə ki, saçımı sarı eləyəcəm. Dedi Çox ki, yaraşır okey. sənə bu saç. Çox sağ ol. Hər adama yaraşmır. Dedi ki, bax özün bil necə istəyirsən. Elətdirəndən sonra gördüm ki, nəsə bir qaşqabaqlıdır. Deyirəm ki, nə oldu, bəyənmədin? Hamı bəyəndi, hamının ürəyi getdi, hamı çox belə fərqli reaksiya verdi. Bu dedi ki, nə bilim, belə dedim ki, doğrudan da bəyənmədim. Belə dedi ki, Amma səndə daha əvvəldə sarı idi axı, yox? Sən ilk Elə, dəfə hardasa sarı. belə bir şeydir. Sən ilk dəfə belə eləyəndə saçını deyirsən. Anladım. İlk dəfə sarı eləyəndə. O biraz belə küstü, elədi. Dedim ki, bəs niyə küsürsən? İstəsəydin eləməzdim də. Deyərdin ki, eləmə. Düzdür, deyir. Mən başını alladıram, deyirəm ki, yox, eləmək istəyirəm. Axırda dedi ki, bəs çox qəşəng olub, qısqandım. Ona görə reaksiya vermirəm. Olur cütlüklər, yolla gedirlər, yandan bir qız keçir. Qız sırada keçir o birisinin qoluna ki, qızla toqqaşmasın. Bizdə elə şey yoxdur. Biz rahatıq. Çünki bir-birinizə güvənirsiniz. Məncə də o ekstradır. Əslində ümumiyyətlə mən düşünürəm ki, kişini qısqansan belə, əgər buna bir əsas yoxdur da, təbii ki, bir məlum əsas, çox geri göstərməyəsən. İndi kişini qısqanmağı okeydir, amma qadın məncə öz qısqanclığını ekstra göstərməməlidir. Belə canım mənim. Çox qəşəng cavab verdin əsasda birinci suala. Amma nəysə. Yeməyimiz hələ bitməyib. Yeməyimiz hələ bitməyib. Bizim lazım. Biz nə etdik? Sən biraz yeməkdən danış. Biz öyrəşməmişik yeməkdən danışmağı. Çox adam ilk qata xəmiri qoyur. Mən ət qoyuram. Bu beşameli tökürəm. Sonra xəmiri qoyuram. Sonra təzədən yenə ət, beşamel, bu dəfə arasına pendir. Təzədən yenə xəmir. Belə-belə qatlar gedir. Sən haqqında eşitmişəm ki, Nəzrin, sən küsəyənsən. Bu düzdürmü? Mən küsürəm. Sonra barışıram. Bu kim deyib? Ən yaxın rəfiqən. Hə. Küsürəm, amma sonra tez barışıram. Yəkinli deyiləm. Bu dəqiqə məsəl üçün küstüyüm kimsə olsa, yolumuzu ayırdığım deməyim, amma küstüyüm də, yəni həyatımda olan biri gəlsə, elə fırsa baxsa gedib qucaqlayacağam, barışacağam. Yəni elə kinli adam deyiləm. Bir məsələ var idi ki, siz dediyini bayaq vurğuladın. Üçünüz dostluq edirdiniz. Və yox, belə olanda o başıma taxmalıyam bir dəqiqə. Nə oldu? Hə. Cadı papağı. Çünki həyatım Gəlir sual. o rolu yaşamaq lazımdır. Xahiş edirəm. Sən bizə mənə yazmışdılar ki, mən ifritəyəm. Ən sevdiyim. Mən elə yazanda siz mənə kompliment edirsiniz həyatım. Üçünüz dostluq edirdiniz. Bəyənirdim sizin dostluğunuzu, nə yalan deyim. Və elə oldu ki, sən təkcə Həcərlə yox, axı Ləmanla da aran dəymişdi. Biz Ləmanla düz 2 il danışmadıq. Nə? 2 il. 2 il? Ola bilməz. Təzə barışmışıq. Yayda. Yaxşı, bəs Ləmanla niyə aran? Amma sən Ləmanla aran dəyəndə Ləman Həcərlə dostluq eləməyə davam eləyirdi. Eləyirdilər. Biraz da Çıxaramadın. ona görə oldu. Elə. Sən ondan küstün ki, o Həcərlə... qısqandım. Bir dəqiqə, sən axı danışmırsansa o insanla, o deməkdir ki, Ləman da danışmamalıdır. Yox, təbii ki, doğrudur. Amma bəzi məsələlərimiz var idi. Bu bəzi məsələlər nə deyəcəkdir bu bəs? Ki, Ləmanla niyə küstün onda bəs? 2 il danışmamaq, o da 2 il. Düz 2 il. Dalaşmadıq. Sonra bax, danışmasan səni problemli insan biləcəklər. Yox, Sən yox. deməlisən.
Deməli sən də məndə. O da problemli insan deyil, mən də. Çünki biz yenə bu 2 il Hacı, mən necə problem deyil, insanda- 2 il danışmamısınız. Hə, elə odur da məsələ. Biz heç nədən elə danışırdıq, birdən-birə mən yazmadım, o yazmadı. Всё. Mən heç nədən Uzaqlaşdı. hər kəslə danışsam, mən bu həyatda heç kimlə danışmayacağam. Mən görən heç ciddi bir şey olsun ki, o insanla danışmayım. Çünki belə xırda şey o qədər olur ki. Yaxşı, belə deyim. Bizim Həcərlə aramız dəyəndən sonra, uzaqlaşandan sonra, ara dəymə deməyək, uzaqlaşandan sonra Ləmanla onlar görüşməyə davam edirdilər. Siz uzaqlaşdınız da Həcərlə. Burada Ləmanın heç bir aidiyyəti yox idi ki, sizin ikinizin Yox. arasında olanda. Yox. Onda normaldır da onunla danışmaqdan. Əlbəttə ki, normaldır, təbii ki. Mən qısqanırdım. Mən heç vaxt deməmişəm ki, onunla görüşmə, heç vaxt belə. Amma küsmüsən Sadəcə- də buna görə. Biraz belə deyim də, biz Ləmandan daha yaxın idik. Aha. Bir çox insanın bilmədiyi şeyləri də məsəl üçün o bilirdi. Ki, nə necə olub, nəyə görə. Mən düşünürdüm ki, o qədər məsəl üçün Yaxınkən niyə? Amma onu seçmədi ki, səninlə də dostluq eləyəcəkdi, onunla da dostluq eləyəcəkdi. və biraz biz uzaqlaşan kimi onları birlikdə gördüm mən. Ondan sənə sonra bu biraz xoş ikinci gəldi. addımı da atmadım. Və buna görə sən rahat insanı silə bilərsən, belə rahat. Onu rahat silirsən insanların Silmədim ki, həyatından. barışmışıq. 2 il can danışmadınız da. Ki danışmamışıq, hə. Bəs yaxşı necə barışdınız? Necə barış? Danışmaya, yoldaşlarımız bizim danışır. Biz danışmasaq belə, oğlumun müalicəsi üçün Türkiyəyə gedəndə onlar da orada yaşayırlar, İstanbulda. Yaxşıdır hər şey. Hə, yaxşıdır. Elə belə, yüngül. Biz getdik, orada görüşdük. Yoldaşlarımız bizi görüşdürdülər. Sonra yoldaşlarımız çıxdı çölə, söhbət etdilər. Biz bir kəlmə eləmədik. Sən uşağa görə getdin, o da gəldi səni. Yox, ora gəlmədi. Sadəcə oradaydı. O orada yaşayırdı artıq. Hə, 3-4 günlük ora getmişdik. Biz onlar dedi, ya mənim yoldaşım, ya onun yoldaşı dedi ki, bəs bir görüş keçirdək. Görüşək, bu qızlar da görüşsün. Bəlkə nəsə barışarlar. Biz görüşdük. Sonra oğlanlar çıxdılar söhbət eləməyə. Biz oturduq. Allah. Heç nə danışmadıq. Heç nə. Bəlkə 10-15 dəqiqə tək oturduq. Heç nə 2 il danışmamışsınız. danışmadıq. O qədər söhbət yığılmalı, heç nə danışmadınız. Nə bilim, o məndən gözləyirdi, mən ondan gözləyirdim. Amma belə deyim də, açığı, biz nə vaxt küsmüşük, ya aramızda nəsə belə problem olub, həmişə Ləman addım atıb. Ləman bərpa eləyib. Hə. Yəni, heç nə danışmadıq. eləməmisən bəs? 2 dəfə görüşdük hətta, yenə danışmadıq. Bəs elə boş-boş otururdunuz. Məni çağırardınız da yardım 5 dəqiqə sizi Heç nə. danışdırardım. Siz mən Türkiyədə getdiniz, amma danışmadınız. Danışmadıq, Qayıtdınız Bakıda. qayıtdıq, gəldik. Uyda, necə çətinsiniz? Aha. Hə, bir-birimizə storylərdə belə ağlaşmalı storylər. Yəni heç vaxt mən evinə görə nəsə paylaşmamışam, o darıxdım falan storylər olur. Heç vaxt evinə görə paylaşmamışam. Hamısı Ləmana görə idi. Elə o da eyni şəkildə barışandan sonra etiraf elədik. Nə oldu sonra? Güney sizi görüşdürdüm. Güney görüşdürdü, sonra mən Ləmanı düşürtdüm, evə düşürtdüm. Yenə yolda heç nə danışmadıq. Mən mahnı açdım, o mahnı açdı. Yəni elə bir ki, sən sevgililər kimi də. Apardım evə düşürtdüm. Всё. Yenə Danışmadıq. Yolda da heç nə danışmadıq. İkimiz tək yenə. Sonra mən götürdüm, ona yazdım. Bu boyda. O da mənə yazdı bu boyda. Mən yazdım, o yazdı, mən yazdım, o yazdı. Sonra gördüm ki, davam edirik belə danışmağa. Sonra keçdi daha kiçik mesajlara. Belə yavaş-yavaş barışdıq. Biraz gec başa düşdünüz, amma eybi yox. Gec olsun, güc olsun. Həyat qabaqdadır da hələ. Düzdür. 2 il nədir Prosta ki? bu qədər küslü qala bilmirəm. Ona görə mənə qəribə gəlir. Hə, bəlkə də. Ona görə. Okay. Bəs Ləmanla Həcərin arası ki yaxşı idi. Onlar görüşürdü. Biz onların arası niyə dəydi? Onu bilmirəm. Nəsə olubdu. Ləman da demir. Sərdimir. Demir, doğrudan demir. Sərdimir. Bu qədər Deyir yaxınsınız. ki, deyir görüşmüşdük və birdən-birə uzaqlaşdıq, şey bitdi. Nəsə oldu orada, amma bəlkə də mövzu başqası haqqındadır deyə demir. Yəni Yaxşı. Nəzrin, xeyterlara münasibətin necədir? mən baş qoşmuram. Olub heç neqativ rəylər çox gəlir sənə? Çox gəlmir. Çünki məsəl üçün mənim followum 300 min, 500 min deyil. 106, 107 min hardasa followum var. Və keyfiyyətli kütlədir. Yəni özü yavaş-yavaş artıb. Yəni yaxşı insanlardır. Sağ olsunlar canlarım mənim. Bəs ümumiyyətlə xeyt gələndə bəs necə reaksiya Olur, məsəl üçün elə bir videom var, keşfətə düşür. Nəsə yazırlar.
Sən uşaqlarınla bağlı videoların tez keyfiyyətə nə idi? Kəşfiyyətə düşüb, keyfiyyətə də düşür, kəşfiyyətə də düşür. Düşür, hə, bir videosu var. Saç kəsən yerdə onu Hə, görmüşdüm. Hə. o videodan mənə harca 60 min follow gəldi. Oo. 60 min. Hə, elə qalxdı followum. Danışıb bilirsən Ləman? Görsənir orada Ləman? Sanka çok zor, burası çok zor. Həcərlə niyə danışmırsınız? Lično mən Həcərlə danışıram. Heç bir problemim yoxdur. Sadəcə mən köçmüşəm, biraz aram hamı ilə uzaqlaşıb. Ancaq sosial şəbəkə tərəfindən danışa bilirik. Belə. Mən dedim ki, Nəzrin dedi ki, danışmırsınız. Sən nə demirsən? Yox, yəni ki, əvvəl üçümüz belə bütün gün bir yerdə idik, bir yer takılırdıq Bakıda. Xəbər verərdin də, belə düşdü də dedikləri biz bacı. Ya başa düşdük ki, bir yerdə alınmır. Üçlü bir mən yerdə də onu alınmır. dedim. Yaxşı, bunu Nəzrinə dedi, yaxşı. Nəzrinlə niyə dostluq elirsən? Nəzrində sevdiyin 3 keyfiyyət. Nəzrinlə niyə dostluq edirəm? Çünki Nəzrin doğrudan çox ürəyi təmiz insandır. İçində heç bir kinliyi yoxdur. Ne yapıyor? Saçmalama yapıyor. Nə deyir? Nə yapıyor? Saflığından yapıyor. Doğrudan, yəni doğrudan da neyinirsə saflığından edir. Bilirəm ki, yəni pis niyyəti yoxdur, pis fikirləri yoxdur. Tək mənə qarşı yox. Yəni bunu görürəm ki, başqaları haqqında danışanda heç vaxt heç kəsin pisliyini danışmır. Arada mən deyirəm ki, ay bacı, bir özünə gəl. Cəmaət burada səni belə eləyir. Deyir ki, yox. Yəni ki, Sən gözünü açırsan. Hə, mən gözüm. olur elə şeylər. Ona görə bilirəm ki, çox təmiz insandır. Ona görə də onunla padruq olmaq mənim üçün çox xoşdur. Yaxşı, bu dostluq testini keçdiniz. Yaxşı canım mənim. Nəzrin sağ ol. Gələrdim də. 100%. Gələn dəfə sən narahat olma. Sağ ol, şöhrəti gəndən. Buradan çəkiləcəm. Dim, əslən söhbətimiz yarımçıq qaldı. Bəzi məsələlərə görə istəyirəm o söhbəti davam eləyək, sonra yeməyimizi təqdim edərik. Sənin necə bloger olmağından danışırdıq. Hə. Mən ilk dəfə səhifəmi Eminlə hərimiz olan gün açmışam. Daha doğrusu harca 1-2 həftə qabaq açmışdım, amma nə profil şəkli var idi. Sadəcə o adı götürmək üçün açmışdım ki, ad tutulmasın. Səhifəni açdım, daha sonra onsuz da daha öncədən 1-2 rəfiqəm var idi. Aynişan, Nigar, onlar bloger. Nigar hansı Fərzəli? Aha. Hə, biz çoxdan tanışıq. Yəni bloger olmadan qabaq qonşu olmuşuq, dost olmuşuq, ailəvi dost belə. Onlarla elə görüşdükcə, paylaşdıqca, elə səhifəm tanındı, artdı. Daha sonra elə videolarda keşfətə düşər belə. Bəs yoldaşın nə demişdi sən səhifə açmaq istəyəndə? Yəni etiraz bildirmədi? Mən dedim ki, bəs bir dənə səhifə açım, bizim videolarımız qəşəngdir də. Çoxdan belə qəşəng maraqlı videolar çəkirik. Dedim onlardan paylaşım. Nə deyirsən? Dedi ki, hə, istəyirsən elə. Couple səhifə kimi açmışdın, amma indi daha çox özün paylaşırsan. Onu da deyim. O gördü ki, bəs mən daha çox özümü paylaşıram, uşağı tək paylaşıram, özümü çəkilişə falan gedirəm. Dedi ki, bəs başa düşməyim xeyir olar. Bəs mən? Hə, birlikdə açmışdıq. Mənlə heç şey paylaşmırsan, bir qısqandı. Bəs mənlə heç şey paylaşmırsan, mən dedim ki, yaxşı, gəl sən nə paylaşırsan. Sən çəkdirmirsən. Yaxşı, gəl arada sən də çəkim. Bəs heç mənlə videolar çəkdirmirsən, gəl çəkdirək ki, paylaşaq. O xoşlamır da belə kamera. Arada görürəm ki, TikTokda şəkil çəkdirək. Ay Allah. Allah sizi xoşbəxt eləsin. Çox sağ olun. Sweetsiz. Amma görsən, amma bilirdin ki, başlayanda belə 100 min izləyicin olacaq, bloqun belə inkişaf eləyəcək, tanınacaqsan. Nə bilim, 20 mindən sonra mənə çatdı biraz. Ki artır. Bir də görəcəm, olacam 100 min, sonra yavaş-yavaş daha da artacaq belə. Hansı markalarla istəyərdin əməkdaşlıq eləməyi, hansı brendlə, ya nəyin reklamını eləmək istəyərdin? Yəni arzun, məqsədin olaraq belə soruşuram. Manifesting davam ediyor. Düşünməmişəm. Bəs Emin desə ki, səhifəvi bağlayarsan? Əslində çox deyib ki, səhifəni bağla, nə edirsən? Yəni də Mən də paylaşmırsan da bağla. Kimsə Kimsə məsəl üçün pis bir şey yazanda dedi ki, lazımdır sənə, bağla getsin belə. İşlətmə səhifəni. O sırada Nəzrin verilişlərə çıxır. Heç kim heç danışmasın. Bir dəfə də çox qabaq mən onda hələ 1-ci amiləliyim idi. Onda bir dənə verilişə çıxmışdıq Eminlə birlikdə.
Hansı veriliş idi? Bir dənə Cavan TV var idi. tanıyıram. Bunlar çıxırdı. Sual cavablarda maraqlı. iştirak Aha. edirdilər. Orada iştirak eləmişdik bir dəfə də. O da Necə çox cavab sevilmişdi. verdiniz? Üstə düşmüşdü. Hadi bilsəydi Emin də çağırardıq. Cavablar. Okay. Emin, mən canlı açıram. 400-500 nəfər hamısı oturur Eminə qulaq asır. Eminə suallar verirlər. Sizcə belə eləsək necə olar? Çox sevirlər Emin danışanı. Sonra deyirlər ki, siz heç göründüyünüz kimi deyilsiniz. Bilirsən. Ta ki mənim şey demişəm. Tanımaq lazımdır. Elə görünüb belə tanınmaq yaxşıdır, nəinki əksinə. Bizim yeməyimiz hazır oldu. Daha doğrusu Nəzrinin yeməyi çox dadlı, iyi gəlir, belə inanılmaz. Düzdür Nicat? Oradan görsənir. Göstərir. Ha, belə necə var görsənir. Bir də varsa göstərir. Çox dadlıdır. Tam belə əyib göstərsin. Qaşıq verim. Əlimizə yandan. Qaşıq verim. Deyirəm şəklini çəkim, canım sübut eləmək üçün şəkil çəkməliyəm. Sonra inanmırlar ki, biz burada yemək bişiririk. Deyirəm də mənə bundan hədiyyə eləyib, para eləyirəm belə. Yapışır. Belə səs verir. Amma çox rahat bir şeydir, sağ ol həyatım. Deməli, bunu çəkək belə. İlk dəfə Icons Talks-da lazanya. Çox uydu, hə. İlk partiya mənim Sağ ol can. Ad qoymalıyıq bu lazanyaya biz. lazanya. Nə ad qoymaq istəyirsən? Qaçır. Sağ olun. Sizinlə qürur duyuram. Belə komanda. Çox pis oldu. Daha bir. Ən yaxın sənə Ləmandan sonra influencerlardan kimdir? Zarafat. Anışla yaxındır. Nigar yaxındır, Fərzəli. Sinqaşqa da yaxındır. Bəs Sabi? Sabi ilə də yaxın idiniz bir ara. Əvvəl yaxın idik. Dördüncü qapı sabır. Əvvəl yaxın olmuşuq. Bəs indi? İndi yox, münasibətimiz yox. Küsmüsüz? Münasibətimiz yox, bəli. Ətindən bol qoyum yemətindən. Düzürəm. Bəzi yerləri istəyirdim, qutardım. Çox dadlıdır bu arada. Yaxşı, biraz soysun. Həbs elədim ki, məddəm. Ay. Siz nəsiz uşaqlar? Fikir ver, mən işlədici mənə oxşayıblar. Ağlayırlar. Ha, yemək görmək. Burada yemək görmək hər gün olmaz. Hər veriş nəsib olmur burada yemək görmək. Amma görürsüz, hər dəfə yemək yesəydiniz, belə sevinməz. Belə tanımıram səni. Onun yemək işinə Nicat baxır deyə. Çox dadlıydı bu arada. Ona biz gedək oyunumuzu oynayaq Nəzrinçik, sonra qayıdaq, yeyərik. Deməli, Nəzrinçik, sənin üçün bir oyun fikirləşmişəm. Bu arada bugünkü Halloween dekoru by Deladır. 28-də gedib al. Çatdırmadıq tematik Halloween hələ ölkəmiz tam olaraq deyəsən hazır deyil. Ona görə də by Dela oldu. 28 Malın, mayın, boşum yanında. Neysə. Olban salon vermağı. Bəli. Sədərəyə göndərirdim onu, dedi ki, pişkom çatdırmayacağam. Neysə. Bugünkü oyun əslində düşündüm biraz daha fərqli olsun. Halloween-a görə təbii ki. Mən sənə şəkillər göstərəcəm. Burada bloqlərin şəkilləri olacaq, amma sən onları sevib sevmədiyinə görə seçməyəcəksən, sevib sevmədiyinə görə. Necə olacaq? Biz səninlə Icons adlı qorxulu bir kino çəkirik. Halloween-a aid. Və mən rejissoram, sən də casting direktorusan canım mənim. Və təbii ki, bu yumoristik, öncədən deyirəm, yumoristik tərzdədir. Yəni bu o demək deyil ki, həmin ad necəsə uyğundur bloqera, sadəcə sən seçməlisən. Yəni seriallarda da olur da, bax ki, ujastik çəkilir, kimsə Rol verilir də. Necə? Rol verilir də, bəli. Yəni bu əslində istedadın, yəni bir kömək elə canım mənim, vəziyyətdən çıxaq. İstedadın bir nə idi? Bəli. Göstəricisidir. Göstəricisidir. Təşəkkür edirəm. Sənə mən sadalayacağam indi hansı rollar var bizdə və ona uyğun sən influencer seçməlisən. Tutaq ki, baş anti-qəhrəman, əsas düşmən. 10 dənə blogerdən seçirsən ki, yəni təbii ki, heç nə söz atmırıq. Yəni hansı bloger? Yəni bəli. Sonra tutaq ki, ikinci, ilk qurban. Yəni kim ilk qurban olacaq da bizim kinomuzda. Bu qorxulu kinodur. Sonda sağ qalan. Bu üçüncüdür. Mən indi sadalayıram, amma təbii ki, yenə üst-üstə birdən keçəcəkdir səndən. Sakit psix. Yəni bu səncə çox maraqlı bir kinodur. Hər cür rollar var da orada. Yəni bir neçə süjet xətti gedir. Başa düşdün necə? Yəni orada başqa cür orada olur, burada başqa cür. Yəni çox maraqlı bir kinodur. Yeni il qabağı verəcəyik. Ən komik personaj
əməliyyatın beyni, kim ki bütün strategiyanı qurur, cadugar, falçı olacaq, hipnotizor və qaranlıq kraliçası. Yəni bir orada kraliçə olacaq ki, qıraqdan belə aləm vuracaq bir-birinə falan. Belə bir maraqlı bir olacaq. Nəysə, indi sadalayıram hansı blogerlər var bizim kinomuzda, castingda. Ləman, sənin canım Badruşdan. Buyur, canım mənim. Nərmin-san. Sonra. Peki banka götürür. Belə qoysam Belə götürək. Belə uşaq peşkom gedib 28 buna görə. Belə qoysam görsənir belə. Şəkillər təzə printdən çıxıb yapışır bir-birinə. Sonra. Sadəcə bəzi xanımların Bilmirəm ki, tanıyasan. Sən bacı, casting direktoru heç kimi tanımır ki. Sadəcə baxır belə görünüşcə, xasiyyətcə, vibe'cə, yəni hansı daha uyğun olar. Nərmin Knyaz. Şəms, gözəllik. Miyasmin, Yasəmən. Zulə Fuad. Zulə yəni. Və qarşılayın ilk dəfə Aykins, yəni mən. Bir rol var. Çox istəyirəm ki, o rolu mənə verəsən. O bəzən olur tanışlıqla falan rolu verirlər. İnşallah bizdə də eyni olacaq. Özümü qoyum ən belə ortada qabaqda və En yakın dostum. bəli, yəni canım həkərim. Başlayaq da biz işimizə. Başlayaq. Çünki az qalıb yeni ilə qabaq. Biz bu kinonu çəkməliyik. Bu arada bütün rollar təsdiqlənib. Bizim kimlə təsdiqlənməlidir? Mənə kömək eləyin. Rəhbərliklə. Azərbaycan sayağı eləyik. Deməli, getdik. Mən də qeyd eləyəcəm üstündəki heç kim yaddan çıxmasın. Baş anti-qəhrəman, əsas düşmən kim olacaq? Bu, yəni Məni təzyiq göstərirlər. uşaqlar, biz axı danışmışdıq ki, yavaş-yavaş ay vurursunuz, belə hiss eləm olmadı. Kim olacaq sənin üçün? Yaxşı, gəl belə rahat olsun. Kino kimi vibe-larından Daha ilk qurbanı seçək, yaxşı. Biraz asandan başlayaq. İlk qurban. Hə, kim ki belə harcayacaqlar. Artık seçip elini uzatıp mümkünse. Ləmanı deyirsən? Yox, məncə Ləman daha bilən. Yox, mən Ləmana başlayacağım. Birinci seriyadan çıxmayacaq. Rol. Məncə. Canım rəfiqəm. Yox, bu qaranlıqda çox sən qalma. O vibe verir. Masumlar birinci gedir axı. Elədi canım mənim, elədim. İlk qurban onda, Yasəm. İlk qurban. Onda gərək biraz qanararını az eləyək, tez çıxacaq kinodan. Yaxşı. İlk qurbanı çıxdıq, oldu. Mən oraya niyə yazıram? Görürsən, ağlım yoxdur, bura yazdım da. Yasəmən. Vallahi şəkillər lazım oldu belə bilirsin. Düzdür. Hələlik götürək. Sakit psix. Ay, çox maraqlıdır. Maraqlıdır. Çok. Bəlkə mən oradan seçim və deyim bu. Hə, sənə necə rahatdır olsun. Elə də olar. Məsəl üçün biraz Şəmsdə qaşında, gözündə biraz belə bu xanımlara nisbətən daha cadugar vibe var. Nə düşünürəm? Okey. Gözəllik cadugar. Şəms həyatım, sən bilirsən, mən səni çox sevirəm, sən də oxadansan canım. Amma bu kinodur. Biraz indi saçları qara. Məncə özü də o belə istedadlıdır. Papaq falan da taxsa Qəşəng oynayar bu rolu məncə. Çox qəşəng oynayar belə, öz xarizması ilə belə. Qəşəng. Kino çəkirik də. Düzdür, kinodur. Ay da çox maraqlı. Hər dəfə bir belə kino çəkəcəm. Sakit psixi seçək. Mənə çox maraqlıdır kimi seçərdim sakit psix. Yəni sakit belə. Sakit psix Nərmin Knyaz. Nərmin. Sonra gəl seçək baş anti-qəhrəman, əsas düşmən. Niyə gülürsünüz? Çünkü artık seçim. Görürsən niyə? Kinodur da, yəni ki. Zaten de yani baş kahraman. Həm də burada kimsə falçı ya sakit psix deyil ki, ya da qurban olmayacaq ki. Sən desən, yaxşı, sonunda kinoda sağ qalan. Hə, daha masum. Okey. Belə izi var bax. Ləman. Kankam. Tanışlıq keçir, görürsüz casting. Görürsüz. Əgər sağ qalmaqsınız, dostluq edin casting direktoru ilə. Sonra bizdə nə qaldı? Bizdə qaldı ən komik personaj.
Ən komik. Amma bu qızdan biraz o vibe alıram. Tanıyırsan ümumiyyətlə? Sadəcə bir-birimizi izləyirik, bəyənirik. Okey, belə. Nərmin. Çox belə tanımıram. Ən komik personaj olacaq Nərmin. Məncə də belə yaraşır ona o rol. Hə, belə minnoş bir vibe var. Mən də hiss elədim belə ora doğru irəliləyirəm. Gəlir. Hipnotizor. Ay Allah, finala bir çatmır, çox həyecanlıdır. Desə bunu izləyən qonaqlar nələr Nələr qalıb yaşayır? başqa? Qaranlıq Açıq qalıb, kraliçası. qaranlıq kraliçası qalıb. Əməliyyatın Hipnotizor, beyni. əməliyyatın beyni və baş qəhrəman əsas düşman. Hipnotizor. Sənə deyərdim ki, qaranlıq kraliçası. Ayda, çox sağ ol. Çox xoş oldu mənə. Ayda. Sağ ol həyatım. Deyirdim, bunu gözləyirdin. Qaranlıq kraliçası mənəm. Buyurun. En yakın dostlarım final sakladı. Orada da orada nə? Deməli, yaxın dostum getdi. hipnotizor kimdir? Nələr qalıb? Hipnotizor var, sonra əməliyyatın beyni var və baş anti-qəhrəman. Məncə Sura xanım əməliyyatın beyni də. Hə, o da var, düzdür. Sonra əməliyyatın beyni. Məncə də. Sonra əməliyyatın beyni oldu bizdə. Çox ciddi yanaşıram bu məsələyə, fikir verin. Sonra və qaldı bizdə Həcər, bir də Zulə. Hipnotizor, bir də baş qəhrəman, əsas düşman. Hansını deyim birinci. Esas düşman. Hipnotizoru denən. Hipnotizor. Geriye de kal. Şaka mısın kız? Ben elə bildim biz dəyişəcəyik rolu. Yox. Hipnotizor Zulə. Tanırsan Zulə ilə? Yox. Belə Instagramdan izləyirəm. Görürsən, maraqlı tanımırsan deyə belə vibe-dan hiss edib seçə bilirsən. Yəni də. Şəkillərə adətən üzə falan baxıb. Və castingimizin əslində mən sənə bir söz deyim, bir tərəfdən bu baş rol sayıla bilər. Tabii ki. Çünki bu baş anti-qəhrəmandır, amma bir tərəfdən bu anti-qəhrəman. Bəs mən nə yoxam burada? Sən? Sen kaç Nə bilim, fikirləşdim sən casting müdürüsən axı kinoda çəkilmək Mən də oynamaq istəyirsən. istəyərdim. Yaxşı, kim olmaq istəyərdin mənə denən? Mən Ya başqa bir rol sakit fikirləş. psix olmaq istəyərdim. Doğrudan, sakit psix kimdir? Onda Nərmin Knyazın yanında iki psix eləyirəm. Yaxşı. Təşəkkür edirəm. Mənə də rol verdiyiniz üçün. Nəzrin. Və Həcər bizdə baş anti-qəhrəman. Sən onu gələ hər dəfə bayaq bir rol olanda belə eləyərdin. Baş rol. Bir sənə ən çox maaş verməliyik biz Həcərə. Çünki baş rollar. Əgər rolunu bacarırsa, alsın. Çox qəşəng oynadın və mən sonda istəyirəm sadalayım kim oldu yenidən. Baş anti-qəhrəman, əsas düşmən oldu bizdə Həcər. İlk qurban oldu Yasəmən. Sonda kinoda sağ qalan Ləman, sakit psix Nərmin və Nəzrin. Ən komik personaj Nərmincan, əməliyyatın beyni Sura, cadugar Şəms, falçı Azərin, hipnotizor Zulə və qaranlıq kraliçası mən. Çox gözəl oynadın canım mənim. Qəşəng. Sən də məncə bir neçə kino belə çəkə bilərik. Heç sevirsən kinoya baxmağı bu arada? Yoldaşım demiş, bir dənə kino buraxmıram. Görsən, bilsən, heç bilirdin ki, bu həyatda sən də belə bir nə vaxtsa casting direktoru olacaqsan. Görürsünüz. Nəsə canım, Aktrис olmaq istəyərəm onu. doğrudan oldun da bu dəqiqə. Rol oynadın sən də sakit psix. Keçək səmimi söhbətlərə artıq məncə. Keçdik. Xanımlar, canlarım, yeni il yaxınlaşır və biz hamımız bilirik ki, korporativləri var, ayrıca yeni il yığıncaqları var və s. Yəni, ən qədər tədbirlər olacaq və biz havalara gedib hamıya trip atmalıyıq. Və bunun üçün də biz gözəl görsənməliyik və gözəlliyin də ünvanı, yenə də təkrar edirəm, Savannah Couture'dur. İstədiyiniz, sizə yaraşan donları orada tapa bilərsiniz və bu arada orada yeni kolleksiya var. Ona görə də vaxt itirmədən gedin baxın, seçin. Şükür, yoxlamağa ehtiyac var. Səs, bir, Sən, biz sevdiyim mahnı hansıdır, oxuyaq onu. Bir zaman səndən uzaqda, hep bir şeylər eksik. Oxu. Mənim səsim çox pisdir. Mənki çox belə baba gəlir. Gönlümdə dərman yox, inan bir nəfəs. Ne bir umudum, ne de biraz ümit. Ne yaptın bana? Nedir bu sessizlik? İçimde bir şey acıyor. Birinci sualım sənə, Nəzrinçik, əslində tanışlıqla bağlıdır. Tam belə rahat olun. Tanışlıqla bağlıdır. Eminlə necə tanış olmusunuz?
Eminlə tanış olmuşuq. Eminin xalası qızı Aylin vasitəsilə. Aylinlə də Instagramdan tanış olmuşuq. Belə ortaq dostlarımız vasitəsilə görüşmüşük. Aylinin, Emin Aylinin Xalası qızıdır. xala dedin də onu. Uşaqlarıdırlar. Xala qızıdırlar. Okay. Hə. Emin mənə ilk dəfə yazanda əsgərlikdə idi. Da. Əsgərlikdə idi. Mənə özdə ilk yazdığı sözdə direktdən olub. Səni hardan görmüşdü bəs? Aylinin storiesindən. İndi biz görüşürdük Aylinlə. Aha. Tez-tez. Onu görüb xoşuna gəlib. Mənə yazıb ki, bəs PlayStation oynaya bilirsənsə evlənək. Oynaya bilirdin bacı? Mən belə futbola getmişəm. Arada oynayırıq evdə Eminlə PlayStation. Futbola getmişəm. Məktəb vaxtlarımda qız komandası var idi. Orada oynayırdım. Belə. Sonra mama oje dedi ki, Aylin sənə demişdi ki, sənə falan mənim xalam oğlu yazacaq falan şəklini göstərmişdi. Çünki bir operatsiya. Aylin şəkil falan göstərməmişdi. Elə biz followlaşdıq, özüm gördüm və bəyənmədim. Çünki həmin ərəfələrdə Eminin paylaşdığı şəkillər çox belə olur kişilər yeyirlər, içirlər, belə yığışırlar, şəkil çəkdirirlər. Onda düz yanaqları da qızarır, içən kimi Emin yanaqları qızarır. İndi də xoşuma gəlir. Nə bilim bəyənməmişdim açığı. Ona görə elə biraz yazdım, mən də biraz cavab verdim. Sonra çıxartdım o followdan, blok atdım. Əsgərlikdədir. Bir də ki, indi istər əgər tanış olsaydıq, sonra əsgərliyə getsəydi, okey. Deyərdim ki, yaxşı, mən səni gözləyərəm, davam edə bilərik münasibətimizə. Amma ki, indi o əsgərlikdə mən tanımadığım bir insan, yəni gözləmədim də, mən onu blok atdım. Üstündən biraz keçdi, o gəldi əsgərlikdən. Aylin canlı yayın açdı və orada ailəvi hamını göstərirdi. Ondan sonra Aylin canlı yayın açdı. Mən orada Emini gördüm. Gördüm Emin daha biraz dəyişib, daha arıqlayıb. Və şəkillərdə falan biraz gök idi. Nə qədər dedi müddət keçib? Gəldi də əsgərlikdən artıq 1 il. 1 il. Oyda 1 il. 1 il 8-9 ay belə keçdi üstündən. Yayda gəldi əsgərlikdən və orada gördüm canlıda bəyəndim. Mən o blokdan çıxartdım. Ondan sonra elə təzədən yenə yazdı. Təzədən başladı. Sən onu görünüşcə bəyənməmişdin, yoxsa danışanda sənə maraqsız gəldi? Danışanda maraqsız deyildi, amma çox belə elektrik almadı. Səmimi danışırdı. Mən dedim ki, "Abis məni tanımır, niyə belə danışır?" Ayda nə maraqlı və sonra 1 il sonra? Ondan sonra təzədən yenə biraz belə danışdıq. Sonra gördüm ki, yox, biraz belə skuçnadır mənə. Təzədən çıxartdım followdan. Yazıq Emin. Minnələr çəkib. Ondan sonra təzədən biz necə təzədən danışmağa başladıq. Ailələ biz dedik ki, gedək baseynə. Mənim balaca qardaşımı da götürdü. Aylin də çıxmırdı həyatından. Aylin də toyuğa kimi səndən idi. Aylin çox yaxşı qız və divizyonalı. Aylinin nömrəsini sonra verərsən, rəfiqələrim çoxdur, hamısı ev üstümə qalıb. Onu dolaşdırmaları. Yaxşı. Ondan sonra Aylin dedi ki, ya xalam qızı götürəcək, bizi aparacaq. Ya da xalam oğlu. Ya Emin, ya da Emin bacısı. Baseynə gedirik biz. Baseynə mi? Toy deyirəm. Baseyn, okey. Toya gəlməmişik. Toy. Gəldi, birinci mənə götürdü Emin. Gəldi, mən Emini gördüm. Xoşuma gəldi, gördüm ki, tatuировkalı, belə cool, qəşəng, gəldi mənə götürdü. Qardaşımla məni apardı. Getdi yol üstü Aylinlə götürdük. Biz apardı, qoydu. Belə heyecanlanmadın? Baxma, 2 dəfə blok atdığın insanı, yəni biraz üzləşəndə. Biraz heyecanlandım. Ondan sonra biz də indi qayıtmalıyıq. Ali mənə deyir ki, sən Eminə yaz. Yazsan, gəlib götürəcək bizi. Mən də Eminə yazdım. Yazdım ki, bəs biz burada qaldıq. Emin də taksi işləyir sizə də. Sağ olsun. Əsgərlikdən gəlin taksi Ondan işləyir. sonra bizə başladıq danışmağa. Artıq 6 ay sevgili olduq və daha sonrasında da hərimiz oldu. Ay, nə qəşəng bir tanışlıq hekayəsi. Sonra karantin vaxtına düşdü. Elə düz bizim hərimiz günü restoranlar bağlanırdı axşam. Sonra toy falan sonra elə da bildiniz. karantin açılana уже yaxın bağda toy elədik. Çox gözəl. Çox gözəl bağda. Ya ən yaxınlarımızla bir toy. İndi dediniz 4 illi evlisiniz, 2 dənə də uşağınız var, Allah saxlasın. Görürsən, onda sən qismətə inanırsan. Mən qismətə inanıram. Məsəl üçün elə dünən qaynamla danışıram. Deyirəm ki, bəs
qış gəlsin, gedək xizək sürək falan. Deyir, yox, ay balam, bəs sürüşmə, yıxılarsan, əlinə nəsə olar, ayağına nəsə olar. Deyirəm ki, qismətdir, mən gedərəm, yolda gəzərəm. Nəsə dəyər mənə, nəsə yıxılaram, onda da mənim başıma nəsə iş gələ bilər. Yəni o qismət. Mən inanıram qismətə. Qaynananla aran necədir? Yaxşı. Biz sevirik bu sualı həmişə verməyə. Yaxşıdır. Mən çox istəyir və hiss elətdirir çox istədiyini. Çox mehribandır. Ailədə heç bir insanla problemi yoxdur. Maşallah. Hə, çox yaxşı qadındır. Baldızın qaynın var yoxsa? Bir baldızım var. Amma çox paylaşmamısan. Hə, o sevmir onu paylaşmağımı. Biraz sosialdan kənar insandır. Biz də hörmətlə qarşılayırıq, paylaşmırıq. Hə, amma qaynanam xoşlayır onu paylaşım. Ay Allah. Şeylər yazım, xoşlayır elə şeylər. Allah sizi mehriban eləsin. Amin, çox sağ olun. Sonra keçim ikinci söhbətə, ikinci suala. Paltar haqqındadır bu sual. Yəqin ki, gözləyirdim bu sualı əslində. Gözləyirdim. Bəli, Aytənlə olan verilişdə mən ona sual vermişdim ki, Aytən, sən ateliyə işlədirsən, olub ki, səndə məsələn hansı influencerla əməkdaşlıq eləyəndə nəsə söhbət olsun, problem yaransın və o da bildirdi ki, səninlə yaşanmışdı, amma sənin adını çəkməmişdi əslində. Hə. Yəni mənə də əslində ad çəkməmişdi sözün Bu düzü. söhbəti mənim yaxınlarım bilirdi deyə mənə göndərdilər. Mən onu bildim verilişdən sonra. Əslində mən heç bilmirdim sənsən. O çünki orada ad çəkmədi. Sonra mən paylaşandan sonra gördüm ki, kommentlərdə hamı yazıb adı. Və yəni bildim ki, sənsən. Sən də eşitmək istəyərdin, qulaq asmaq istəyərdin bu məsələ ilə bağlı. Necə oldu bu? Necə oldu? Əslində çox danışmaq istəmirəm çünki mən deyəcəm, o deyəcək, söhbət çox uzanacaq və düşman kimi olmaq istəmirəm də heç kimlə. Hər özünə görə doğrudur. Yəni o paltarı sənə tikdi, okey, sən seçdiyin paltar. Sən desən yazmışdın ki, sən istədiyin kimi deyəsən alınmamışdı. Belə ümumi geyim yaxşıydı. Sən getmişdin bəs. Amma geyim doğrudan çox qəşəng idi. Hamı tərəfindən bəyənilmişdi. Çox gözəl geyim idi. Sadəcə bilmirəm nəyə görə o geyim düz ad günü vaxtı qıraqdan söküldü. Sonra elə mən Aytənə yazdım ki, Aytən, bəs belə bir şey baş verdi, biz indi çəkiliş edirik, ad günündəyik. Amma Aytən nəsə vurğulamışdı ki, mən o problem yaşananda gəldim, istədim necəsə onu yerində bərpa edim, amma dedi xanım dedi ki, yox gəlmə, belə bir şey. Yaşanmışdı elə bir şey. Yox, dedi ki, bəs mən kimisə göndərim, iynə sab falan, orada onu həll eləsinlər. Mən dedim ki, day gecdə biz girdik içəri. Yəni hamı gördü, çəkilişlər falan oldu əsasda. Orada videolarda adətən görsən, şəkillərdə mən hamısını Photoshop eləmişəm. Amma videolarda falan görsənirdi. Belə. Oldu bir. Sən yazdın, siz aranız biraz dəydi, yoxsa? Hə, elə orada o söhbətdən sonra ümumiyyətlə danışmadıq. Siz qarşılaşmısınız hardasa? Olub bəzi məsələn ad günü, tutaq ki, ya hansısa bir tədbir. Belə, heç nə. Olub da, indi bəlkə o da heç istəməzdi ki, belə olsun. Təbii ki, kim istəyərdi məncə ateliyədə deyəsən, kimsə tərəfini tutmuram, sadəcə başdırardıq, bəlkə barışardıq. Benim bu həyat o qədər qısadır ki, bəlkə barışaq. Barışaq bəlkə. Barışdırmaq istəyirəm kimsə. Doğrudan da həqiqətən də başa düşürəm, səni də başa düşürəm, onu da başa düşürəm. Heç kim istəməzdi ki, belə olsun da. Yəni buna görə niyə adam, nə bilim, səncə elə düşünmürsən? Yəni doğrudan həyat qısadır. Həyat çox qısadır. Belə niyə kiminsə küsəsən? Çünki Aytən də yaxşı qızdır, sən də yaxşı qızsan. Ona görə bəlkə barışaq. Barışaq? Necə? Biz zəngilim barışaq da. Yox. Biz barışdıq. Aytəncik biz barışdıq. Yaxşı. Aytənə salam de. Görsən, məsələ həll olundu. Bu qədər basit. Basit. Nə? Bu qədər basit. Mən türkçəlik serialların levelında bilirəm də. Bu qədər basit. Şum ondan. Nəzincik, əməliyyatlardan danışmaq istəyərdim səndən. Əməliyyat? Hə, hansı əməliyyatlar eləmisən, eləməmisənmi? Yalnız burun əməliyyatım var. 3 dəfə eləmişəm. Onda da məncə yetərlidir. Niyə? Bəyənməmişdin? Yaxşı alınmadı. Bir də nəfəslə problem var, yoxsa görünüşcə? Mən görünüşcə mən burnum enli idi. Ətli burun gedir. Belə deyim. Neçə il eləmisən? Elədi 16 yaşımda. Oy, o var idi ki, o yaşda eləmək. Elə bir elədim
Necə qorxmadın, Elədim, Nəzrin? sonra 17 yaşım oldu, elə bir həftə sonra. O desəndilər axı 18 yaşa kimi olmaz. Yox, qızlarda 16 yaş, oğlanlarda 18 yaşda. okey. Elə demişdilər, ona görə götürdülər əməliyyata. Qorxmurdun bəs? Yox, mən ürəkliyəm elə şeylərdə. Amma düz elədin, vaxtında eləməyəndə sonra qalır. Hə. Bir də ki, düşünürəm ki, insanlar məsəl üçün deyirlər ki, ayda niyə göz gərmə əməliyyatı elədi, üz gərmə deyirlər, göz gərilir, Nəsə belə niyə onu elədi, niyə bunu elədi? Məsəl üçün adi vaxtlarda qaynanam da deyir, mamam da deyir ki, nəsə elətmək istəyəndə eləmədə nə ehtiyac var? Deyirəm mən dövrümün ən gözəl vaxtıdır, yaşımın ən gözəl vaxtıdır. Mən bunu indi edib yaxşı görsənməyəcəmsə, bunu mən nə vaxt eləyəcəm? Amma sən bax indi görməmişəm əməliyyatdan qabaq. İndi burnu eləmisən, çox təbii, çox qəşəng görsənir. Sən üzə baxıram, həqiqətən də heç nə eləməyə ehtiyacı yoxdur axı. Niyə eləyəsən bundan sonra nəsə? Burnun demirəm, indi ümumiyyətlə məncə sənin üzün, gözün çox qəşəngdir, heç nə eləməyə ehtiyac yoxdur. Nə bilim, insan görür, bəyənir, deyir ki, ayda biraz belə olsa məsəl üçün daha yaxşı olar. Onsuz da yoldaşım icazə vermir. Adicə dodaq dolğusunu, dodaq dolğum var. Dodaq dolğusunu eləyəndə day necə xahiş, minnət, ay Allah, necə onu şey dedim, bəyənməsən gedib elə həmən saatda çıxartdıracağam. Ya elə şeylədim mən köhnə burnum. Burada məktəb vaxtı, hazırlıq vaxtlarım idi. Nəzrin, vallahi yəni ki bacım həmindir ki burnumda ona görə heç nə deyə bilmərəm. Çox qəşəngdir. O balaca burnum var. Yo indi təbii ki bildim daha estetikdir, amma yəni belə problemli deyə bilmərəm ki belə dəhşət dəyişdiribsən. Uşaq idim. Nə bilim deyirdim istəyirəm. Universitetə elətdirdim, sonra universitetə girdim. Gördüm ki biraz hündürlük var. Bir də girdim əməliyyata. Eyni həkimin yanına girdim. Dedim bəs bu nədir? Niyə belə alınıb falan? Dedi ki gəl bir də eləyim, narkozsuz. Narkozsuz? Narkozsuz ikinci əməliyyatıma girmişəm. Keyitdi, iynə vurdu, sprey vurdu, keyitdi. Üzümü bağladı belə bir Mən şokdayam nəzrinə. Hə, və orada xırç. Heç nə hiss eləmirdi. Keyitmişdi, amma biraz qorxuluydu. Çünki nələrsə axdığını, indi istərsəməz qanayır eləyir. Nələrsə axdığını falan hiss eləyirdim. Eyni həkim də elədi. Sonra mən gec kimi getdim, yenə girdim 3-cü əməliyyata. Eyni həkimə. Siz biraz manipulyasiya edirdi ki, düzəldəcəm, gəl, heç nə yoxdur. Burada nə var ki? Eləyəcəm, gedəcək. Eləyəcəm, 1 saat sonra çıxıb gedəcəksən. Çox yaxşı olacaq. Başım ağlardı. Mən bir də qarşıladım. Sən dedin ki, nəyi bəyənmirdin? Mən burnum enli idi. Bir də nəfəs almağımda problem var idi. O elə əməliyyatdan sonra, birinci əməliyyatdan sonra belədir də. Estetik görünüşcə. Məsəl üçün profildən falan belə bax, biraz hündürlük var idi. Birinci əməliyyatdan sonra daha çox bilinirdi. Nəsin, çox sağ ol ki, gəldin. Çox xoş idi səni tanımaq, səninlə vaxt keçirmək. Çox maraqlı oldu. Bizə də. Nəsəz də oyunlar. Və sonda sən bizim xanımlara bir arzu, bir məsləhət verməlisən. Çox arzuları artıq xanımlar sizə deyibdi məncə. Mən sizə tək arzum, heç nəyə stres eləməyin. Həyatınızı doya-doya gözəl şəkildə yaşayın. Bütün problemləri unudun. Stres etməyin. Doğrudan elədir. Böyük arzunuz. Bunlar çox klişe suallar deyil. Şablon suallar deyil. Yaxşı, sən mənə sual ver. Doğrudan. Hə, gələm. Mən başlayayım uşaq. 15 veriliş arasında top 3 16. 16 veriliş arasında top 3 qonağınız kim olub? 17, hə, 17 hələ çəkilməyib vaxtdan. Hər kəs, hər bir gələn qonaq mənim üçün həqiqətən də əzizdir. Çünki məni sayır, verilişimi sayır, gəlir qonaq olur. Yəni siz evə gələndə qonaq necə olur? Necə qarşılayırsınız? Təbii ki, yaxşı. Adətən qonaq gəlmir, düzdür bizə. Amma top 3 desəz, Bəli. Həcər, Günel Rəhim, 3. O da 3. Çoxdur deyə 3-cü yerə çox adam qoymaq istəyərdim, ona görə düşünürəm. Yox, sadəcə bir nəfər. Yəqin ki, Leyla nəyə görə? Çünki təbii ki, həm Leylanı çox istəyirəm. Həm də ki, Leyla öz yerində, Leyla Nəsirli. Yəni o da yaxşıdır da. Sadəcə Leyla mənim ilk qonağım olur. Mənə çox dəstək olur. Ona görə də Leyla. Təşəkkür edirəm səmimi cavablarınız üçün. Can belə ağrıyar. Yox, birdən klaustrofobiyası var. Qorxur. Pislik eləyə bilmirəm axıra kimi. Dur həyatım, dur sən. Rəvan bəy, siz məşhur videoqrafsınız və çox influencerlarla, tanınmış simalarla işləyirsiniz və ən çox bəyəndiyiniz 3 influencer kimdir? Kimlə ki sizə işləmək çox xoş idi? Sən axı bilirsən bu sualın cavabını. Niyə özünü düşünmüş kimi göstərməyə çalışırsan, Rəvan? Həcər, Mühinlə çox işləmişəm.
Mehin. Mehindən. Aha. Uğurlu işlərimiz çox olub. Sonra Mənimlə də. Mən gəlirsən. Gözümün ağı, qarası deyilən, canım mənim, bir tanəm. Sənə bir sualım var. Mənlə işləməkdə ən çox nəyi, fikir verin, ancaq özümü tərifləyirəm, nəysə. Ən çox nəyi bəyənmirsən məndə? Bəyənmirəm. Düzün deyən canım, heç nə deməyəcəm sənə. Hansı xasiyyətimi bəyənmirsən, sevmirsən? Öyle bir şey yoxdur. Yaxşı, onda ən sevdiyi də başa düşürəm səni. Ən sevdiyi. Ən sevdiyim çoxdur. Yəni sevirəm. Amma ən çox. Ən çox əylənirəm. Bax, səni güldürəm. Tez-tez. Sağ ol həyatım. Sən də mənim həyatıma rəng qatırsan.